Salam, mən Fəridə. Sonra nə deyəcəydim yadımdan çıxdı. Ja som Slovák, žijeme na Slovensku. Bratislave. Farida je Azerbajdžanka a chce... Təbii olaraq Allah heç kimə bu dərdi yaşatmasın. Kimsə də yaşayıbsa, bizim övladımız xəstəxanada elə dünyasını itirdi. Məhv olmuşdum həmin ərəfədə. Psixoloq, psixiatr, dərmanlar atırdım. Bəzən olur ki, yaddaşım gedir, doğrudan da düzdür, avqustdan bəri buraxmışam dərmanlar atmağı. Amma bəzən olur ki, doğrudan da danışdığım şeyləri də bilmirəm, yaddaşım tez olaraq gedir, fikrim yayınır. Yuray mənə dəstək oldu daha çox bu barədə. Yuray bir həftə evdə qaldı. Mən o vaxtdan bu vaxta hələ də evdəyəm. Sadəcə aralıqda reklam kimi bir ay işlədim. Çətin idi, çox çətin idi. Təbii olaraq Allah heç kimə bu dərdi yaşatmasın. Kimsə də yaşayıbsa, onlar məni başa düşərlər. Çox çətindir. Bu prosesdə necə olur? Bizim övladımız xəstəxanada elə dünyasını itirdi. Həmin ərəfədə onu Antolskoda morqa göndərdilər. Həmin ərəfədə hansısa bayramlar idi. Bayramlarda zaten burada hər şey bağlı olur. Biz də həmin ərəfədə getdik. Marianum deyilən bir yer var ki, orada ölümü təsdiqləyirlər. Belədir, hansısa bir qəbrəstanlığı seçirsən, ki Petržalkadasansa, ki hansısa bir yerdəsənsə, hər ərazinin özünə uyğun qəbrəstanlığı var. Gedirsən Marianumda, oradan yer seçirsən. Birinci gedirsən, hansı yeri istəyirsən, boşdurmu, boş deyilmi, yer seçirsən və həmin periodda mən gedirəm, özümdə deyiləm, oturmuşam ilk dəfədir. Danışırlar ki, 10 illik yer istəyirsiniz, yoxsa birinci dəfə üçün məcburisən 10 illiyin pulunu verəsən. Yeri arendaya, icarəyə götürürsən. Yəni 10 ildən sonra özümdə deyiləm, sual verirəm, 10 ildən sonra necə? 10 ildən sonra bilmirəm. Kiminsə itkisi varsa, pulu yoxdursa və yaxud da ki, başına bir iş gəldirsə, ölmüsənsə, o qəbri götürürlər. Bilmirəm, neynirlər onu, sümüklərini falan da. Amma başqasını gətirib o qəbrə qoyurlar. Biz elə bir yer götürdük ki, orada heç kim olmasın. Yəni, heç vaxt heç kim olmayıb, 10 illiyini ödədik. Təbii ki, tabut pulla verilir. Burada tabutla dəfn olunur. Mən özüm də razı oldum. Kəfən olmadı, ürək istədiyimiz kimi geyindirdik. Oyuncağını qoyduq, mən məktub yazdım. Düzdür, uşağa o qədər də rəhmət düşmür, uşaq sadəcə bir mələk idi. Biz onu yuduzdurmadıq, çünki ehtiyac yoxdur. Sadəcə qaydaları çox pisdir ki, mənim başıma bir gün bir iş gəlsə, onun qəbrini kim ödəyəcək? Biz də onun üçün böyük bir yer götürmək istəyirik ki, hamımız orada dəfn olunaq. Ən azından bundan sonra övladımız olsa, ən azından bir yerin pulunu versin, ona da çox üstünə heç nə düşməsin. Qəbir daşı düzəltdirəcəyik ki, böyük yenə də övladlarımıza, gələcəkdəki övladlarımıza ziyan düşməsin. Burada hər şey çox bahadır. İstəyir daşı olsun, istəyir yeri olsun, istəyir tabutu olsun. Hər şey çox bahadır. Bu dövrdə ən çox mənə Yuray dəstək oldu. Dostlarım dəstək oldu təbii ki, amma uzaqdadılar. Ən pisimə gələn o idi ki, mən burada heç kimim yox idi. Azərbaycanlı olaraq sadəcə qardaşım gəlmişdi. Bəziləri çatdıra bilmədilər işlə əlaqədar.
Hamı burada işləmək üçün gəlib. Dəstək olan oldu, çox adam oldu, amma Yuray qədər dəstək heç kim olmadı. Salam hər bir kəsdə. Salamlar, Bratislavdan salamlayırıq sizləri. Hardan? Let's go. Seymur. I like. Bizim sayəmizdə Seymur bəyin reytingi qalxacaq deyə ümid eləyirəm. Desəniz ki, niyə? Mən Azərbaycanlı, yoldaşım Slovakdır. Niyə Yuray? Bəli. 3 ildə artıq Bratislavadayam, 3 ildə işləyirəm, işçi vizasından gəlmişəm. Qoca tapmışam. Həyat yoldaşım Yuray, ailə həyatı qurmuşuq, yoldaşım Slovakdır. İlk dəfədən, yəni hamı iş yoldaşları salamlaşır, salam. Sonra necə sizə keçdi? Yəni belə danışıqda təbii ki, anlaşmaq söhbəti var. Bir-birimizi anlaya bilmirdik ilk səfərdən. Çünki sözləri düzgün tələffüz eləyə bilmirdim. Mənim üçün problem idi. Amma yavaş-yavaş öyrəndikcə danışmağı davam etdirdik. Nə? Чьи-то вела словечко som videla, vela som rozprávala s tebou. Áno. Az bilirdim, az danışırdım, çox bilirdim, çox danışırdım. Veľmi rýchlo sa naučila po slovensky, alebo respektíve rýchlo sa učila po slovensky. A čím viac vedela po slovensky, tým viac sme komunikovali. A to bol asi ten spúšťač. Mən ağlaya-ağlaya Nášho dili vzťahu. öyrənmişəm. Ako pokračovala váš prvý rozhovor, a mali ste jazykovú bariéru. To jasné, že jazyková bariéra bola, no prvý váš rozhovor, ako bola také, že... Ahoj, ahoj. Áno, náš prvý rozhovor, asi prvý mesiac bolo ahoj, ako sa máš? Ako sa máš? Salam, necesen. Uşaqdan sonra. Говорим, Yok. Yok. Kiedy, że ona, albo ty, że widzieliście, to idzie, że to komunikacja idzie na seriozne, że na mężostwo, albo na, że musi miasto zamówić, takie, że procedury. Mənim üçün evlilik kağızının Verip kawę, to ciao, потом еще дальше у нас на праце, a kiedy już widzieli, że ano, to będzie mój mężowy, ano, to mój człowiek, albo ona, to mój człowiek, tak, każdy sobie myśli, nie, jaki to charakter, słowa, takie, że to ja myślę. Ja neviem, kedy to bolo. No nie ja. Pol roku, 3/4 roku, keď som ti dal prsteň. Əslində Yuray çoxdan istəyirdim evlilik təklifini eləsin. Sadəcə mən ertəliyirdim. Və təklif elədi. Biraz mən həmin ərəfədə çox böyük itki yaşamışdım. Və həmin ərəfədə də Yuray dedi ki, birdən olar ki, işləmərsən, ya necə deyim sizə, nəsə də getmək məcburiyyətində olma şey olar. Yəni, ən azından evlilik kağızının bir önəmi olmasa da evlənək, yəni razılaşdım. Yəni, bu təbii ki, sevgi ilə oldu. O kağızın heç bir əhəmiyyəti yoxdur. Sözsüz. Yəni, o kağız sadəcə kağız parçasıdır. Yuraya inamım oldu, güvənim oldu, pis yanımda dayağım oldu, pis günümdə dayağım oldu. Ondan sonra razılaşdım ki, bu insandan yoldaş olar, bu insandan dəyər Aslında sualın cevabı elə budur. yoldaşlıq eləməyə. Yaxşı sualın cevabı elə budur. Ki, necə hiss etdiniz bu insana belə deyək, mən bununla evlənə bilərəm, hiss etdiniz bunu. Aslında sualın cevabı budur. 3 sualı birdən cavablandırdım.
som Faride na našom začiatku vzťahu navrhol spoločné bývanie a aby sme vyskúšali, že či to bude mať význam do budúcna, alebo nie. A očividne to vyšlo, tak sme už spolu. Farida hovoril, že teraz Juraj mňa veľa podržal Pomáhal. aj morálne, aj fyzicky po dokumentov. Hovoril, že to je jedno dokument, to dobre. Ja Keď som spadla, ty si držal mňa. Udržal to, aj morálne, to Aj veľa vtedy som pomáhal. zistila, že to je on, môj manžel. A toto piatko... Otázočka, čo bola? Toto je bola. Aha. No, vidíte? Atam biraz şoka düşmüşdü, yəni gözləmirdi. Hər nə olursa olsun, müsəlman olsun fikri ilə. Amma yaxşı qarşıladılar. Əsas mənim xoşbəxtliyim, yəni heç kim problem eləmədi. Yəni sən istəmirsən, sən seçmirsən. İnşallah ki, peşman olmarsan. Sadəcə bu. Yəni sən tanımırsan. U nás nebolo problém. Asi dobre. Som nemal žiadnu debatu alebo nejaké výčitky. Sme sa tak rozhodli, tak sme sa tak rozhodli. Nikto nevstupoval do našeho vzťahu, do našich rozhodnutí. To bolo naše rozhodnutie. Áno, to je bolo naše rozhodnutie. A nikto do toho nevstupoval. Myslím, vaša mama Mama nežije. žije to, pripáčte to. Otec alebo brat, máte? Brat aj sestra má. Брат, сестра, ako reagovali, что, myslím, она другой крайне, она мать, myslím, не христианка, а muslimanka, také же крайне. Ako bude? Také, boli nejaké Nie, sestra, keď normálne? Juraja sestra počúvala, že ona bola je dobrá, nemôžem Rada. povedať, rada. Aj pre mňa to ja vždy bola je dobrá. Aj brat, nemám problém s bratom, aj do terašného dňa aj jeho otec. Dobre. Heç nə. Çünki ilk dəfə bir-birimizi görəndə mən onu tanımırdım, fikir verməmişdim, yəni yalan deyim. Belə deyim, biz bir-birimizi zaten tanıyırdıq işdə, iş yoldaşı olmuşduq. Həmin ərəfədə sadəcə salam və sağ ol. Hətta ilk 3-4 ay deyim ki, sizə bir-birimizə salam belə vermirdik. Çünki mən dili bilmirdim. Yəni ahoyu bilirdim, salam verirdim, salam almırdım. Çünki dəlşə kommunikasiya. Ünsiyyətimiz yəni yox idi. Çünki mən dil bilmirdim, o başa düşmək istəmirdi. Mərhəmətini, insanlığını doğrudan da bir də ürəyinin gözəlliyi. Ujvanная часть Yuray söyür. Nefes ayıp olsun sana. Üzr istəyirəm, amma doğrudan Yurayın ən çox qulaqlarımda eşitdiyi ancaq söyüşlərdir. Normal belə standart bir şeyi işlətmir. Amma Slovak dilində. Kokos. Ən çox kakosdur da, o pis söz deyil. Najviac milujem na nej, milujem jej srdce, lebo ho má veľmi dobre. A few moments later. 2 hours later. Strátilo sa. Signál. Ja neviem si spomenúť na to. Jaké vlastnosti na nej milujem? Vlastnosti však A čo ju si ľúbim, najviac- milujem ju, tak neviem, skoro na všetko, jak si povedala, ale najviac, keď ju poščeklím na nohe. To je všetci je tak. Ale A ešte druhá, aké slovo alebo frázu používajú najčastejšie? Čak hovor niečo. Máš klebety.
Ona počúva prevažne turecké a azerbajdžanské piesne, ale nejaký špeciálny žáner, že by to malo, neviem, do jakého by som to zaradil. Hansı xoşuma gəlirsə, fərqi yoxdur. Muğam ola bilər, uşaq qocalmışam. Pop ola bilər, rap ola bilər, rock ola bilər. Hansı damarıma, sümüyümə düşürsə. Ale páčia sa aj niektoré slovenské, takže... Slovenčina, hej, A ja začínam. počúvam nejaké pesničky, primero, ja počúvam. Také rytmičné, také, že... Áno. A Juraj to tiež, to je jemu jedno. Akože, čo jemu páči, to už bude počúvať. Nemá to isto, že žánr pop, rock, a rap alebo niečo je tak. Čo páči mu, hej. Pravda, Juraj? Ale radšej bol rock. No. Ale to všetko počuje, čo je rád. Lasciatemi cantare. Sağlıqlı bir övladım olsun, Yüreğin dediyi kimi övladımız olsun. Və özümüzə dair, düzdür kənddə var, amma istəyərdim ki, Bratislavın özündə də xudmani bir bina evimiz olsun və orada yaşamaq. Hər an öz maraqlandığı şeylər var da, yəni bu həyatda. Yüreği xoşlayır, kompüterdə nəyisə düzəltmək, eləmək. Mən də istəyərdim ki, onun yanında baxım, nəyisə öyrənim və onun işinə davam elətdirim. Niyə də yox. Ktorý zanechal vo mne silnú spomienku je narodeninový darček hneď na začiatku nášho vzťahu. To je bu pre tebe. Sarı bülbül gətirmişdim Azərbaycandan. Gül? Yox, Suvenir? suvenir şey gətirmişdim. Qız qalasının şəkli idi, səhv eləmirəmsə. Haçarları qoyurdu ora. İndi də hal-hazırda ondadır. Sarı bülbül. To není všetko, však tam bolo... Ale najkrajšie pre teba, aká bola to Neviem, darček? to bola skupina tých darčekov. To boli veľa malých, ale to gesto, Čo? to bol asi ten najväčší dar. Čo? Aké? Gesto. Gesto, Vieš, čo to je? gesto? Nie, neviem. Skutok, to, čo si vykonala, to bolo najväčší dar. Aj teraz nerozumiem. Gesto, toto je nejaký divičie bašňa, azerbajdžanská, nebo čo? Čo bolo tam? Suvenir? Vy hovoríte o materiále, Aha. materiálnom darčeku. Ja hovorím, áno, čiastočne o materiálnom darčeku, ale to, akým spôsobom mi to človek dá, ako zavalené, ako interpretované, tak a akým tým spôsobom mi to dá, tak to je ten spôsob, to gesto podania toho darčeku. A to bolo viac. Však neviem, modrý alebo černý tiež je tak... Neviem. Modrá? Ja neviem. Juraj. Mən almışam onu atanmaz. Tak to rozumiem. Že Roma, Dunaj! No, aká farba? Čierna. Moja Sam neviem. čierna, ale obľúbujem aj iné farby, ale viac zemité. Nie také kríklavé, červené, zelená, také farby. Zemité. Šedá, hnedá. Karşı krajına. Bu temel o düz dağıtıyorsunuz değil mi? Nasıl? Nie, no to... Aj, preklad, a ja ľúbim všetko farby. Čo ty myslíš? Iba ja mám černie, a ya белый oblekamsa. Bizdə qardırovun ən çox hissəsini qara rəng tutduğu üçün. Ale vieš čo, nemali zrovna v tej chvíli inú farbu než čiernu.
obchode. Hə. Üzrü saysan bezdirəcəm qalasın. Deyirəm də kodu. Yadımda qaldı 1964. şey. 1964. Hə. Gözaltı datada. Yoray üçün fərqi yoxdur, ət olsun. Ətli yemək. Ətli yemək. Yeməyin konkret adı var hansı yemək? Yox da. Yəni o sualı mən də Azərbaycana ilk dəfə gedəndə sənə hansı yeməklər daha rahat olar? Ət olan yerdə mənə fərqi yoxdur. Yəni ətin yanında düyü olsun, ya kartoşkası olsun, ət olsun. Ətli yemək. Że ci veľmi chutí alebo si rád iba na meso. Meso to je jedno, či tam rýža, čo je tam hoci čo, iba meso. Može byť. No teraz Farida, ona Ale on nevie to. Ona lahmacun a cestoviny. Xəmir xörəklərini nəzərdə tutur da. Əksə Yaxşı. çox rozenk və listya. Áno, ale to Dobre. neviem, jak sa volá. Yəni yataq olmasını deyir, hə. Onu bilmir, düzdür. tak dobra, tak işi normalne işini takım tutuyor. Hiç mi yapalım? Vôbec. Rovnaký. Dəyişmədi. Úplne Necə rovnaký. idisə, elə də qalıb. Bez zmeny. Nakoľko sme spolu už bývali a rozhodli sme sa spolu žiť, nakoľko to fungovalo, tak sme sa rozhodli pre to manželstvo a neovplyvňovalo nás nič v tomto rozhodnutí. A Nə evlənməmişdən nič sa qabaq. tam nezmenilo. Všetko rovnaké. Yəni o evliliyin o kağızın əsəri deyilik. Necə idimsə, dostlarımla görüşməkdirsə görüşürəm. Yəni evdəyimsə evdəyəm. Nə o mənə qarışır, nə mən ona qarışıram. Karşılıklı hürmet esasında. Yəni hə, çünki %99% ortaqdır hamısı tanışlarımız. Hamısını tanıyır. Ona görə də problem olmur. Yəni qısqanclığımı, yəni mən tək getsəm də, harasa gec gəlsəm də bir-birimizin fikirlərini hörmət eləyirik. Ona görə də heç bir şey dəyişməyib. Dəyişilən sadəcə mətbəxdir mənim üçün. O suala da gəlirəm elə. Elə o suala gələcəm. Demək, Toto Staçit mi? Staçit. Həyatdır, bilmək olmaz. Hər şey planlaşdırdığımız kimi getmir. Həyatda heç nə. Bilmirik ki, sabah nə olacaq. Planımda burada Slovakiyada qalmaqdır. Oxumaqdır magistri. O da qismət görək nə vaxtdadır, nə vaxt başlayıram. Buradan. Hələliyinə burada. Amma sabahı bilmirəm nə ola bilər. Hələ ki planda budur. Sam neviem odpovedať na túto otázku, ale Можем вам попросить обоим? Трошка позитива можем добавить. aha, dobre. Lebo chcel som povedať, chcel som odpovedať, že sa cítim, že kde sa vidím v budúcnosti. Chcel som povedať v domove dôchodcov. A prečo, že v domove dôchodcov? Lebo ten život tak rýchlo beží, že ja nestíham ho žiť. Ja nestíham ho vnímať. Ja som bol ešte prednedávnom malý chalan a už som niekde v polovičke alebo za polovičkou svojho života. Neboj, vycútaš môj krv. Takže neviem na toto odpovedať, naozaj. Prepáč, ale neviem na toto odpovedať ti. Ja tak vám Čo mám? Začať klamať? Dobre, môžeme skúsiť klamať. Vidím sa, ja neviem, no to není ani klamstvo, no ja dúfam, že budeme mať byt a budeme spoločne bývať v nejakom byte spoločnom, ktorý budeme vlastniť. Tak by som mal odpovedať. Yay olanda, məsələn, Yurayın xoşuna gəlir motosikletdə gəzməyi, saatlarla gəzə bilər. Sonra nə idi?
Yəni ən çox ona marağı da var ki, kompüterdə nə isə düzəltsin. 3D tlaçarni var onun və evdə nə isə bir dizayn qursun. Bütün ev yəni odur da bildiyin. Evdə gəzmək olmur, onun üzündən filamentlər falan alır. Motosiklet ya da ki, kompüterin qabağında otursun, lampa düzəltsin və s. kimi şeylər, ev əşyaları düzəltsin. Маршаем 3D тлачарня, а моторку. Зимой 3D тлачарня, а лето моторка. Ljeto motor, tako govoriš. Motosklet. Na motosiklet. Zač. A moji? Ty nemáš žiadne hobby, iba telefón a sociálne siete a videá. Čo najradšej robí vo voľnom čase spí. Ale aj idem Spí, na kávu. oddychuje a Idem na kávu. a je na telefóne. No, keď to nazveme hobby. Normálne, Farida. Farida, Klamstvo. on Farida. Qoca Yuray, qoca Fəridə. Normal gündəlik deyəcəyimiz. Yəni bir şey eşitmiriksə insanıq da, yəni orada su gətir. Nə? Eşitmirsən qoca köpək məsələn qoca. O da mənə qoca deyir. Ale on sa nepýta, že ako sa... kedy v bežnom živote srandujete a jak sa potom Nesrandujeme. oslovujete. Normálno to je. Srandu tako može. Ja samo govorim, že Juraj dobro misle. Govorim, že mislim, kada vi ne poznali drug druga, bila oficijalna Farida, a bila Juraj, a potom stala Miška, mislim, Serca, moj zajčak, ne wiem, taki, že... Ej, nie. Nie, ty nie hovor, ja wiem, čo ty chceš povedať, ale nie. Čo? Že budeš nadávky povedať. Koniec. Čo? Baladza. A ty čo Baladza. A ty? Baladza? Qoca baladza. Koca, baladza. Ale to je len zo srandy. To nie je oslovenie, to je keď chceme mať zabavnejší deň. Ale v normálnom, bežnom dni sa oslovujeme Farida a Juraj. Farida. Keçən ilə qədər o sualı versəydiniz, bəlkə də nə bilim, yaşamaq üçün bir yer deyərdim. Amma keçən ildən bu yana çox şey dəyişilib həyatımda. Slovakiya mənim üçün doğulmasam da öləcəyim bir yerdir. Deyirik, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Mənim üçün Slovakiya vətən olub mənim üçün. İkinci, bəlkə də birinci də deyə bilərdim. Çünki burada sevdiyim insan var və onun üçün də bura mənim vətənim kimi də artır. Kimi deyil də vətənimdir. Vətənimdir, vətənimdir, vətənim. Vətəni sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Demiş. Destinaciją, čo to je? Takže ešte raz, ktorá krajina Mi je páčilo. jeho, alebo jej, čiže jej, vysnívanou destináciou? To mi páčilo. Ísť na tento krajinu i vidieť, tam Všade. byť. Áno, ona by rada videla svet. Čiže Konkrétne krajinu môžem hovoriť ako krajinu? napríklad, Áno. Napríklad, koľkokrát som povedala ti ešte? no ona chcela navštíviť Paríž, Jedno môžeš hovoriť. Jedno. jedno, Krajinu. čo? Kde si chcela ísť? Na Maldivy? Nie. No. Əslində düzdür, belə gəzməyi çox sevirəm, mənim üçün fərqi yoxdur. Yəni, ölkə olaraq gəzəm. Naş pravda, to všade by som chcela ísť. Beləncə, yəni, özəlliklə getmək istədiyim bir yer yoxdur. Yəni, amma gəzmək istəyərəm, hə. İnşallah görək nə vaxt başlayacaq. Yurayda da elə bir şey yoxdur. Yəni, Konkrétne istəmirəm. məsələn, mən deyirəm ki, harasa gedəm, hədəsi yoxdur.
Getsin, gəlsin. Eyni şeylər, eyni şeylər, eyni şeylər. Ne stačí Azerbajdžan. Azerbaycan. Добре. Türkiye'ye Тогда deyirəm, будет- gedə getmir. Тогда будет пятый крат будет. Не уже когда вы идете до Азербайджана. 4 крат были. Asi. Ana, hə. Asi, ano. Süper. Mesela sualın cevabı oldu ki, Yuray Azerbaycanlıdır. Hə. Mať rodinu, práve dieťa a bývať v spoločnom, niečo našom vlastnom byte alebo domčeku. To je jedno. Что вас навес держит полу в животе? No láska a naše spoločné sny. А сын? А потом, что je вашим najviažším spoločným snom? A to Ja som v podstate jednou vetou odpovedal na všetky 3 otázky. Bu çəkiliş ola bilsin ya videonun belə deyək də YouTube-a əlavə etdim və yaxud da ayrıca ola bilsin paylaşdıq. Yenə də izləyin və kanala dəstək ola bilərsiniz. Burada bir like və paylaşa bilərsiniz. Helali. Ahojte. Halalič. Sağ olun. Sağ olun. Sağ olun. A еще по-азербайджански нечо. Helali. Niečo? Nečo. Mən də çox dərinə getmə. Salam. Çox sağ ol. Çox sağ ol.